Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən, yeni bir vlogda xoş gördüm hər birinizi. Yine sizin üçün çox gözəl, maraqlı, bayram abu-havalı bir vlog hazırlamışam qızlar. İnşallah ki vlogumu sona qədər sevərək, bəyənərək izləyərsiniz. Bu arada qızlar, vlog çəkilib mart ayının 17-si, yəni çərşənbə axşamı günü. Əslində bundan önce bir-iki vlog var ki, onları paylaşmalıydım. Sadəcə olaraq istədim gecə olmadan bayram vlogunu paylaşım. Daha sonra onları da paylaşaram. Yəqin ki siz izləyəndə artıq bayram keçmiş olacaq. Keçmiş də olsa, yenə təkrarən hər kəsin bayramını təbrik edirəm. Hər kəsin Novruz bayramı, Ramazan bayramı mübarək olsun. Çox uzun uzadı təbrik etməyəcəm, çünki artıq keçən vlogda təbrik etmişdim. Bir daha bayramınız mübarək əzizlərim. Neçə belə gözəl illərə çıxasınız. Və dediyim kimi çərşənbə axşamı çəkilən vlogdur. Getmişdim alış-verişə biş-düş üçün. Yəni şəkərbura paxlava hazırlamaq istəyirdim. Ona görə biraz lazım olan ərzaqları aldım, gəldim. Və burada da manatlıq dükandan aldıqlarını göstərmək istəyirəm. Belə sarı-sarı qəşəng göz oxşayan bir iki şey almışam. Belə bir fincan aldım 1 manata. Siz hər alış-verişdə fincan mütləq almalıyam. Bu fincan eşqi məndə bilmirəm hardandır. Neysə, fincan alanda özümü nəsə xoşbəxt hiss edirəm. Ucuz da olsa, balaca da olsa bir dəfə bir fincan almalıyam. Çoxdan da almırdım, amma bugün nəsə gördüm. Forması yəni nə çox böyük, nə balaca idi. Ona görə bir dənə ondan aldım. Daha sonra bir də belə şəffaf özümə qəhvə fincanı da aldım. Kofe fincanı. Bunun da qiyməti 60 qəpikdir və ona da uyğun bir nəlbəkisini aldım. Əslində nəlbəki deyil, bu yəni rozetkadır, amma mən bunu belə nəlbəki kimi aldım, ona fincana uyğun. Onun da qiyməti 50 qəpiyə idi. İkisi bir yerdə 1 manat 10 qəpik elədi. Daha sonra bir də silikon çömçəm yox idi. Bir dənə də belə silikon çömçə aldım. Yenə də sarı rəngdə. Bilməm, sarı rəngi görəndə çox xoş təsir eləyir mənə. Ona görə sarı görəndə özümü saxlaya bilmirəm. Bunu da yenə də manatlıq dükandan aldım. 1 manata idi qiyməti. Daha sonra çox qəşəng belə bir dənə də kəsə almışam özümə. Bir dənə aldım bunu. Özüm üçün aldım. Bunun da qiyməti 2 manatadır. Çox bəyəndim görəndə. Görən kimi dedim bir dənə də olsa almalıyam özüm üçün. Və yenə də bir fincan. Bu məşhur trend olan bu fincandan mən də aldım. Denihom'un. Bu fincanlar bilirsiniz bu saat çox dəbdədir. Yəni çox blogerlərdə görmüşəm bunu. Sarı rəngini aldım. Başqa rəngləri də var idi, amma sarı rəng sevdiyimə görə sarı rəng götürdüm. Əslində bunu çoxdan almaq istəyirdim. Sadəcə olaraq yəni mən almaq istəyəndə ilk dəfə qiyməti, yəni təzə çıxanda 9 manata idi. Yəni nəsə onda almadım, əlim gəlmədi 9 manat ona verməyə. Amma yaxşı ki də almamışam. Daha sonra düşdü 7 manata. Dedim hə 7 manat olanda alardım, amma onda da niyəsə hansısa səbəbdən almadım. İndi isə bunu aldım 5 manata. Biraz da gözləsəydim bəlkə də biraz da ucuzlaşardı. Hələ Rahat Marketdən almışdım onu. 5 manata görən kimi aldım. Belə qızlar, aldıqlarım da bunlar bu qədər oldu. Dedim öncə nə almışam onu göstərim sizə. Daha sonra keçim digər işlərimə. Burada da artıq başlamışam. Öncə içlikləri çəkməyə. Fındıqla qozu dedim çəkim. Əslində yəni heç biş-düş eləmək həvəsində deyil idim. Heç yəni düşünmürdüm də ki biş-düş edərəm. Yəni bu gün o niyyətlə çıxmışdım ki, çərşənbə axşamıdır, gedim biraz hərəsindən 5-10 dənə alım, şəkər buradı, paxlavadı, yəni süfrəmizdə olsun. Daha sonra getdim, gördüm qiymətləri və qərara gəldim ki, mənim o qədər ona verməyə əlim gəlməz pulu. Şəkər buranın biri, yəni yaxşı içliyi, fındıqla olan içlik olan şəkər bura 1 manat 80 qəpik, 2 manata, paxlavanın dənəsi bir ədədi 2 manata, 2 manat 50 qəpiyə. Hərəsindən məsələn 10 dənə paxlava alsam 25 manat o tuturdu. 10 dənə məsələn şəkər bura alsam bir 20 manata qədər o tuturdu. Ona görə dedim əlim gəlmir ona verməyə. Ondan sonra elə alım.
az da olsa özüm hazırlayın. Və elə də etdim. Aldım biraz qoz, biraz fındıq ləpəsi. Və deməziyyətli də olsa özüm edəcəm evdə. Çox az aldım hərəsindən ləpəni, həm qoz ləpəsi, həm fındıq ləpəsi. Dedim bir list paxlava edərəm, bir də bir 20-30 dənə də şəkərbura edərəm, bəsdir bizə. Hazır satışda olan şəkərbura paxlavaya verəcəyim pulu ərzaqa verdim. Ondan da daha çox artıq çıxdı, 3 dəfə artıq çıxdı. Elə evdə bişirmək ən doğrusudur. Və burada qızlar, deyim sizə 300 qram qoz ləpəsi idi, 300 qram fındıq ləpəsi idi. İkisini də çəkdim saxlamadan. Biraz ləpədən götürdüm ki, paxlavanın üzərinə qoymaq üçün. Qalan hamısını çəkdim. Elə alanda da ləpəni biraz artıq almışdım. Yəni o paxlavanın üstünü nəzərə alaraq. Və çəkəndən sonra da hərəsinin üstünə 1 stəkan yarım şəkər tozu əlavə etdim. Daha sonra heldi, vanildi, yəni içliyini hazırlayıb qoydum kənara. Daha sonra keçdim xəmir işinə. Xəmirlərini də elə içliyə uyğun qədər hazırladım. Yəni dediyim kimi qızlar, həvəssiz idim deyə çıxarkən də o nəzərlə çıxmamışdım ki, yəni belə ərzaqlar alıb özüm hazırlayacağam. Yəni pul az götürmüşdüm və düşünürdüm ki, hazırını alacağım da. Ona görə pulum yetdiyi qədər aldım ərzaqları. Yəni yenə də bəs elədi. Yəni dedim əsas odur evdən iyi çıxsın, süfrəmiz də az da olsa bayram şirniyyatlarından olsun. Və elə ən doğru qərarı verdim. Həqiqətən də qızlar, indi bəlkə də deyəsiniz ki, yox, marketlərdə görmüşük, biri 20-yə var, biri 30-a var. Onlar şəkərbura deyil. Yəni ona verilən pul heyifdir də, düşünürəm. Çünki içini arahizlə, kokosla falan hazırlanır deyə heç dadı tamı olmur. Yağını ki, heç demirəm, heç bilinmir nə yağı ilə hazırlanır. Amma evdə özün bilirsən ki, necə hazırlayırsan, təmiz ləpə ilə, yəni fındıqla, qozla, yağ, kərə yağı ilə, ona görə də elə evdə bişirmək ən yaxşısıdır. Artıq neçənci dəfə deyirəm. Yəni doğrudan da ki, indi bəzən adam tənbəllik edir, amma ki, hazır almaqdansa belə əziyyətli də olsa özün hazırlamağın daha məqsədə uyğundur. Və elə bir düşün də gecikməsi bu səbəbdən oldu. Elə düşünürdüm ki, hazır alaram, hazır alaram. O düşüncə ilə gecikdim. Artıq son çərşənbədə, son gündə hazırladım. Eyb yox, gecə olsun, güc olmasın deyiblər. Əsas odur, çatdırdım axşama qədər. Bu arada qızlar, burada onu deyim, görürsünüz burada qoz ləpəsini, yəni qoz çəkən maşının gözü iri 2 nasatkası var, bir böyük, bir balaca. Qoz ləpəsini böyük nasatkadan keçirdim, fındıq ləpəsini isə xırda gözündən keçirdim. Ona görə də biri xırda, biri böyük görsənir. Əslində, yəni şəkərbara paxlava hazırlanmasını detaylı çəkməmişəm, çünki YouTube doludur belə videolarla. Düzdür, bura qədər, bu içliyi hazırlayana qədər detaylı çəkdim, amma da ardını xəmir hazırlanan prosesdə yola vermişəm. Xəmiri necə hazırladığımı falan çəkməmişəm, çünki onsuz da bu videonu geç paylaşacağım da bayramdan sonraya. Kimə lazımdır o resept, bayramdan sonra fikirləşdim. Həm də dedim ki, məsələn, biş-düş üçün resept lazımdırsa zaten girib YouTube'dan da tapmaq olur. Ümumiyyətcə, ən yaxşısı da ChatGPT elə gözəl başa salır sizə, belə detaylı bilməyənlər üçün oradan da öyrənmək olur. Ona görə də yəni bu xəmir hazırlanmağını çəkmədim. Və burada da artıq şəkərburanın xəmirini hazırlamışam. Hazırladım, biraz qoydum, dinləndi. İndi də artıq bölürəm. Daha doğrusu hazırladıqdan sonra kündəliyib, daha sonra qoyuram mən dinlənməyə. Burada da kündələri ayırıram, hamısı eyni bərabərlikdə olsun deyə. Burada qızlar 35 qramdan elədim hər bir şəkərburanın xəmirini, yəni kündəsini tutdum 35 qramdan. Amma əslində yəni 25-30 normadır, mən biraz böyük elədim. Yəni biraz xırda eləsəydim, məsələn 25-30 qramdan eləsəydim biraz çox çıxardı şəkərbura. Amma yəni iri tutduğum üçün kündələri hardasa 30 ədəd şəkərbura çıxdı.
Yenə də pis deyil idi, yaxşı idi. Yəni fikirləşdim ki, elə böyük olsun, doyumlu olsun. Və belə qızlar, burada istəyirəm şərhimi dayandırım. Buraxım sizi video ilə baş-başa, yəni şərhsiz izləyin. Bu arada deyim qızlar, indi orada deyəcəksiniz ki, bu nə şəkər bura bükməkdir. Onu öncədən deyim ki, sonra videoda onu mənə irad tutmayasınız. Mən şəkər bura bükməyə çətinlik çəkirəm qızlar. Ona görə ki, solaxayam, sol əlimlə çox işi görürəm. Düzdür, indi görəcəksiniz, sağ əlimlə bükürəm. Çünki sol əlimlə heç alınmır məndə. Məcburam sağ əlimlə edim. O da biraz yəni yaxşı alınmır da, tam da istədiyim kimi alınmır, amma yenə də pis deyil, sonunda görəcəksiniz. Bir sözlə qızlar, pis yaxşı nəsə alındıram axırı. Və burada da əlimi üstün yandırmışam. Kadrda çox baxıram, bayaqdan heç xoş görsənmir. Ona görə də, yəni onu da görməzdən gəlin. Çox kələkötür iş görürəm deyə əlim, ayağımda həmişə nəsə ya yandırıram, ya kəsirəm. Həmişə bir iz olmalıdır. Və belə qızlar, keçək vlogumuza. Sizə xoş izləmələr. Siz izləyin, mən birazdan qayıdacağım.
Elə beləcə qızlar, şəkər buraların hamısını içini doldurdum. Ağzını bükdüm. Yarısının da naxışını vurmuşam. Yığmışam bişirmə qabına. İndi qoyacağam bişməyə. Və onlar bişdikdən sonra yerdə qalan bu şəkər buralarında naxışını vurub qoyacağam bişməyə. 2 list alındı, yəni 2 dəfəyə bişirdim. Bayaq dediyim kimi qızlar, əgər indi mən kündəni 35 qramdan tutdum da, əgər onu biraz balaca etsəydim, bəlkə də biraz da çox alınardı. Amma belə də böyük deyil, yəni normaldır düşünürəm. Sadəcə olaraq içliyim də qaldı. Yəni demək istəyirəm ki, biraz kündələri balaca tutsaydım, həm içlik bitmiş olacaqdı, həm də biraz da artıq alınardı. Amma qorxusu yoxdur. Qalan içlikdən nə vaxtsa yenə də biraz xəmir hazırlayaram, yenə də bir dəfəyə bişirərəm. Ya qalan elə içlikdən mütəkkizat falan belə nəsə başqa bir şey hazırlayaram və yaxud elə şəkər bura hazırlayaram. Belə qızlar, neysə ki bitirdim şəkər buranı. İndi də keçim digər işlərimə. Dediyim kimi bugün həm də çərşənbə axşamıdır. Axır çərşənbədir. Fikirləşirdim ki, nəsə yüngül tez başa gələn bir yemək də hazırlayım uşaqlar üçün. Elə çox düşündüm nə hazırlayım. Dedim elə ən yaxşısı döşəmə plovdur. Həm vaxtımı çox almaz. Çünki hələ paxlava da hazırlamalı idim. Bir sözlə bir günə çox özümü yükləmişdim iş gücünə. Burada da şəkər buraların bəziləri qızarmışdı, bəzilərinin altı alaçığı qalmışdı. Ona görə onları qaytarıb qoydum təzədən soba listinə ki, bir də onlar da qızarsın. Çox qəribə bir şeydi. Kənarlar hamısı qızarmışdı, ortalar qalmışdı. Birinci dəfə idi bu duxovkada belə şey görürdüm. Əslində normal çox gözəl də bişirir. Bu dəfə nəysə belə oldu. Amma yenə də pis deyil idi. Elə 5 dəqiqə qoydum. Onlar da bişdi. Çıxartdım. Digər bişməyən şəkər buraları da qoydum bişməyə. Burada da aşı qoymuşam artıq dəmə. Dəmə qoyduqdan sonra çıxdıq küçəyə, tonqalımızı qalamağa. Dün qonşular da çıxmışdı hamı. Dün qonşularla bir tonqal qaladıq, yığışdıq ətrafına. Çox maraqlı bir əyləncəli vaxt keçirdik. Hardasa 1 saat olduq çöldə, tonqalın kənarında. Həm üstündən ağırlığımızı tökdük, daha sonra musiqi falan qoşduq. Oynadıq, yallı getdik. Çox gözəl, maraqlı bir çərşənbə axşamı gecəmiz oldu. Yadımdadır ki, hətta tam 3 ay bundan öncə yeni ili həmən bu yerdə yeni il qarşılamışdıq. Yenə də qonşularımızla fişəng falan yadınıza gəlirsə, hətta bloqda çəkmişdim. Həmən bloqda var. Artıq 3 ay keçib, deyirəm, vaxt necə də gəlib sürətlə keçir. Elə bir dünən yığışmışdıq. Yəni yeni ili qarşılamışdıq, artıq Novruz bayramı gəlib çatdı. Çox sürətlə keçir zaman. Bir də baxacağıq ki, artıq yenə də yay bitib, qış gəlib. Neysə ömrümüzdən günümüzdən gedir. Sürətlə keçir, necə keçir keçsin. Əsas odur, dinclik içində keçsin, huzur içində keçsin. Allahın bizə verdiyi bu ömrü sağlam canla başa vuraq. Və Allahdan diləyən budur ki, ən az hər günümüzü bu cür keçirdək. Hər günümüz bayram kimi olsun, şən, xoş, firavan keçsin inşallah. Görmədin. Uğurca sağda kullan. Kim çekme? Ha, şey çekiyor. Uğurca bırak, uğurca bırak. Şöyle yandı. Ha. Her vakti xeyir kızım. Bir daha ortaya. Bir daha.
Beləliklə qızlar, artıq keçmişəm içəri. Burada da şəkər uralarım, hazır vəziyyətini göstərirəm. Biraz səliqəsiz çıxıb, yəni onu görməzdən gəlin dediyim kimi, solaxay olduğuma görə tam da bacarmıram bu işi. Yəni bəlkə də bacararam. Sadəcə olaraq solaxayam, çətinlik çəkirəm. Amma solaxay olsam da qızlar düşünürəm ki, pis alınmayıb, yəni bərbad çıxmayıb. Onu bacarmayanlar da var. Pis yaxşı yenə də necəsə alındırdım. Əsas odur naxışlar etmədi, ağzı açılmadı. Normal ev şəkər burasıdır. Gözəl də olmasa, hər kəs də elə düşünür. Baxıram ki, elə videolar qarşıma çıxır ki, elə çox adamda belə alınır. Onu gərək nə qədər professional ustalasan ki, onu muncuq kimi sürsüz, qüsursuz, səliqəli hazırlayasan. Təbii ki, biz də professional deyilik, sadəcə olaraq həvəskarıq. Əlimizdən gələni bu qədərdir. Əsas odur, evdə hazırladım, uşaqlarım yedi, bayram süfrəmdə şəkər burasız, pəhlavasız qalmadı. Hamı da bəyəndi, çox dadlı idi, dadı da, yəni həqiqətən də özüm pişirdiyimə görə demirəm, çox dadlı alınmışdı. İndi də keçmişəm pəhlavaya, pəhlavanı hazırlayıram. Yenə də xəmirini necə hazırladım, çəkmədim. Hazırladığımı çəkmədim, video uzun olmasın deyə. Onsuz da yetərincə görürsünüz artıq neçə dəqiqədir. Gedir, hələ video bitmək bilmir. Ona görə də lap elə detaylara girmədim. Bayaq da dediyim kimi resept verməməyin səbəbi də ona görədir ki, yəni doludur YouTube belə videolarla. Oradan tapmaq olur. Mən özüm də elə YouTube'dan baxıb bilmədiklərim, yadımda qalmadıqlarım daha doğrusu girib YouTube'dan təkrar baxıb yadıma salıram. Belə baxlavamı da qızlar 13 kündədən etdim. 2 böyük, 11 balaca kündə tutdum. 2 böyük kündələri hər birini 130 qramdan etdim qızlar. Yəni hansı ki biri alt, biri üstə qoyulacaqdı. Onları biraz böyük etdim. Digər kündələri isə, o orta təbəqə kündələri isə hər birini 70 qramdan etdim. Bunu nəyə görə deyirəm? Düzdür, artıq bayram keçib, kimə lazımdır bunu bilmək. Amma ki, yenə də özüm üçün də dedim qalsın burada. Gələn ilə yenə də girib baxıb yada salaram ki, hər bir qram, həmişə bu kündələri neçə qram tutmaq həmişə yadımdan çıxır. Ona görə burada qeyd edirəm ki, özümün də yadımda qalsın. Girib baxıb, yəni gələn lazım olarsa girib baxın burada. Və belə qızlar, yayma, yağlama, səpmə işini bitirdim. Daha sonra qoydum elə listi soyuducuya. Biraz tutsun özünü ki, kəsmək rahat olsun. Və 40 dəqiqədən sonra çıxartdım. İndi də kəsirəm dilimlərə. Və dilimi necə kəsirəm qızlar? Bu xətkeşi görürsünüz. Bu xətkeşi təzəsini elə ilkini sırf baklava kəsmək üçün almışdım. Artıq neçə illərdir mən bu xətkeşlə kəsirəm. Çox səliqəli alınır da bu xətkeşlə kəsəndə, yəni eni qədər xətkeşin eni nə qədərdir, o endə kəsirəm paxlavanı və hamısı standart eyni ölçüdə çıxır. Axı sonda görəcəksiniz. Yəni kəsə bilməyənlər üçün bu ən əla üsuldur. Özü silikondur, xətkeş deyə əyilir istədiyin formaya al. Yəni görürsüz, bir tərəfi qalxır yuxarı, yəni çətinlik çəkmirəm də kəsməyə. Yəni siz də alıb belə edə bilərsiniz. Öncə izlərini qoyuram xətkeşlə. Daha sonra izlərini qoyandan sonra dərindən kəsirəm. Və bıçağı da tez-tez yağlayıram kəsərkən qızlar. Çünki üzünə qırış salmasın. Quru olanda bıçaq elə bir ki, üz xəmiri dartır, çəkir, qırış salır. Amma yağlayanda çox səliqəli çıxır. Bəlkə bilirəm, bilənlər bilir. İndi bilməyənlər üçün bu kiçik sirlərimi istədim deyim, siz də bilmiş olasınız. Və bir də qızlar bayaq bilmirəm, dedim, demədim, yadımdan çıxıb. Demişəmsə də yenə də bir də təkrar deyim. Yəni bu yayma işindən sonra, bu yağlama yayma işindən sonra biraz gözlətmək məsləhətdir ki, onda daha rahat kəsilir dilimlər. Hazırlayan kimi kəsəndə qaçır da, necə deyim, yağ ki arasında ilıq olur, necə deyim, bilirsiniz də əridib çəkmirik arasına.
Onu gözləmək lazımdır ki, biraz donsun da xəmir, necə deyim, baklava otursun bir-birinə, yapışsın və daha sonra ona görə də gözlətmək lazımdır. Hardasa bir yarım saat 40 dəqiqə gözlədin soyuducuda ya bir sərin yerdə, daha sonra kəsin, onda rahat kəsilir, səliqəli kəsilir. Bilirəm, yenə də indi deyəcəksiniz, ay qızı bizə paxlava kəsməyə, paxlava bişirməyə öyrətməyin, amma bilməyənlər də var. Yəni bilənlər qulaq asmasa da olar, bilməyənlər üçün deyirəm. Eyni ilə də qızlar elə qoğalı da elə edirəm. Qatları yağladıqdan sonra hamısını, yəni 11-12 qatına qədər edirəmsə, hamısını etdikdən sonra biraz gözləyirəm, özünü tutur. Daha sonra kəsirəm uzun-uzun, yumrulayıram. Onda adamın əlinin altında necə deyim, qaçmır da xəmir. Çox səliqəli alınır qoğallar. Amma yağladıqdan sonra dərhal kəsəndə o ki qoğalları belə vurursunuz ovucunuzda, onda belə bildiniz də çox belə cırılır, xəmir heç rahat olmur. Amma dolmuş vəziyyətdə olanda, soyumuş vəziyyətdə yağ olanda çox səliqəli alınır. Bir dəfə sınayın, biləcəksiniz nə demək istədiyimi. Təəssüf ki, bu il bayram qoğalı bişirməyəcəm. Yoxsa canlı göstərərdim sizə. Qoğalı da ona görə bişirmirəm ki, qızlar, inanın ki, demək olar hər gün yoldaşım evə qoğal alır. Onu, yəni qoğaldan bir doymuşuq, bezmişik. Amma şəkər bura paxlavanın ki, gec bişirilən bir şeydir. Ona görə demək olmayan bunlar olsun. Düzdür, deyəcəksiniz ki, ev qoğalı ilə mağaza qoğalı bir deyil. Amma ki, yəni ki, deməyim odur ki, doymuşuq da artıq qoğal, necə deyim, günlük yiyəcəyimiz bir şey olub artıq. Ona görə də elə də ürəyimiz istəmir. Belə qızlar, kəsmə işini də bitirdim. İndi də üzərinə yumurtasını çəkirəm. Yumurta da ki, bir yumurta sarısına bir qaşıq, 2 qaşıq süd əlavə etdim. Elə çəkdim. Yumurtanın xəmirinə 2 yumurta vurmuşdum. Yəni bir bütöv, bir də ağını vurmuşdum. Sarısını isə üzəri üçün saxlamışdım. Və yəni əlavə yumurta zayi etməmək üçün, yəni ağını onsuz da tullayırıq da kənara. Onu içinə vurmuşdum, sarısını isə üzünə saxladım. Və daha sonra fındıqları da yerləşdirdim üstünə. Paxlavaların və qoydum sobaya. 170-180 dərəcədə bişdi. Hardasa bir 40 dəqiqə, 50 dəqiqə bişdi. Bəlkə də 1 saat çəkdi. Yəni vaxta baxmadım. Elə mən baxıram, haçan hazır olur, onu da götürürüm. Yəni təxmini 1 saata bişdi qızlar. Və bişdi deyəndə yerləşdirdikdən sonra sobaya hardasa bir 15 dəqiqə sonra çıxardıb, həmən qatları bir təkrarən yenə də kəsik atıb, həmən kəsilən yerlərdən bir də kəsib, yağ əlavə edib, bir də qoyuruq, bişir və çıxandan sonra şərbətini də əlavə edirik və paxlavamız hazır. Şərbətini də ki, deyim nə qədər etdim, 2 stəkan yarım şəkər tozuna 2 stəkan su əlavə etdim və qaynadı. Qaynayana yaxın da yarım, 1/4 limonun 1/4 hissəsini sıxdım. Tam soyudu. İsti olmamalıdır. Yəni bilirsiniz də, şərbəti isti halda tökəndə canını çəkə bilmir. Yəni xəmir kimi olur. Şərbət soyuq olmalıdır. Paxlava isə xofkadan çıxardan kimi isti qaynar vəziyyətdə olmalıdır. Və belə. Yoruldum qızlar danışmaqdan. Amma yorulsam da istədim bu kiçik sirlərimi sizinlə də bölüşüm. Sir deyil yəni ki də, yəni bildiklərimi sizinlə də bölüşüm. Belə qızlar, üzünü də yumurta çəkdim, fındıqlarını da düzdüm üzərinə. Və burada qızlar onu qət etdirsə necə səliqəli çıxıb, dilimlər, yəni kəsimlər çox qəşəng, eyni standart boyda çıxıb. Yəni o xərkeşlə kəsməmisinizsə bir dəfə yoxlayın. Bilirəm ki, siz də çox bəyənəcəksiniz o kəsimləri. Özünüz düz kəsməyə bacarırsınızsa o başqa, lap əla. Yox, bacarmırsınızsa bu üsuldan istifadə edə bilərsiniz. Da gedib lazımsız yer tutur. O baklava kəsənlər varsa satışda onu almağa ehtiyac yoxdur. Elə bu üsul ən yaxşısıdır. Burada da qızlar artıq 15 dəqiqə keçib.
Çıxartdım arasını, yəni kəsikləri bir də təkrar kəsdim. Çünki bişərkən bilirsiniz, xəmir bir-birinə yenə də yapışır. Kəsim atıb aralarına da belə yağ gəzdirdim. Yenidən qoydum. Sobaya bişdi və bişdikdən sonra da çıxardıb şirəsini əlavə etdim. Və belə qızlar, nəhayət ki paxlavam da hazır oldu. Gördüyünüz kimi çox qəşəng, səliqəli, çox dadlı alınmışdı həqiqətən də. Biraz özümü tərifləyim. Yox, həqiqətən də qızlara qəşəng alınmışdı. Həm görkəmcə, həm dadı. Narahat idim ki, birdən yaxşı çıxmaz, amma yaxşı alınmışdı. Və burada da artıq şərbətini çəkib özünə, biraz da soyuyub, biraz da yox, xeyli soyumuşdu. Burada da ətraflı göstərirəm necə çıxdığını. Orada çay da süzmüşəm özümə birini, hətta dadına baxdım. Diyetdə də olsam, yeməsəm olmazdı. Yəni bəyəndim. Tam soyumamışdı hələ, amma soyanda daha dadlı olacaqdı. Çünki soyuduqca biraz da bilirsiniz də şərbətini tam çəkmiş olur canına. Daha da dadlı olur. Və hamısını ayırdım, yığdım belə bu keks bişirmə kağızlarına. Ki belə həm səliqəli görsənir belə, həm də ki qablara falan yığanda şirə olmur da ətraf hər yan. Və ayırdım, yığdım padnosun içinə. Belə bişirdiklərimiz də bu günə bu qədər oldu. Mənim üçün çox yorucu bir gün keçdi. Çox əziyyətli oldu işim, amma dəydi əziyyətimə. Tüm bişintilərimi etdim, arada gördünüz yemək də hazırladım. Yemək verdim uşaqlara, o kadrları heç çəkmədim sizə. Süfrə açdım, oturdular, yedilər, içdilər. Düzdür, mən oturmadım çünki işim çox idi. Belə hamı yedi, içdi. Çərşənbə axşamımızı da qeyd etdik, gördünüz, qəşəng, çox maraqlı. Küçədə də belə əyləndik. Gözəl bir yadda qalan gün oldu. Və belə qızlar, son çərşənbə axşamımız da belə keçdi. Torpaq çərşənbəmiz. Burada təkrar bayramınız bir daha mübarək olsun. Gözəl neçə belə bayramlara çıxasınız inşallah. Və videom da burada sona çatdı. Bu da o deməkdir, sağollaşmaq vaxtıdır. Növbəti vlogda görüşmək ümidi ilə öpürəm hər birinizi. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.